Ötən gün dəm qazından zəhərlənərək həyatını itirən İzzət Cəfərov Fövqəladə Hallar Nazirliyinin Siyəzəndəki şöbəsində çalışırmış. Qafqaz İnfo xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib. Bildirilib ki, o Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Siyəzən yanğından mühafizə hissəsində yanğın söndürən vəzifəsində işləyirmiş. Baş vermiş faktla bağlı Siyəzən rayon prokurorluğunda araşdırma aparılır. Beyləqanda isə doğuşdan sonra körpə ölümü qeydə alınıb. Belə ki, rayonun 1-ci Şahsevən kənd sakini 1996-cı il təvəllüdlü Ülviyə Musa qızı Əliyeva 39 həftəlik hamiləlik sancısı ilə Beyləqan rayon mərkəzi xəstəxanasına daxil olub. Doğuş prosesi normal keçsə də körpə oğlan doğuşdan sonra ölüb. Faktla bağlı araşdırma aparılır.